Rusiya Federasiyasının Sverdlovsk vilayətində, Yekaterinburg şəhərində vəhşicəsinə döyülməsi və zor tətbiq edilməsi və nəticəsində də ölməsi ilə əlaqədar sizə o meydin müayinələrinin, autopsiyanın nəticələrini demək istəyirəm. Birinci növbədə bu itki ilə əlaqədar həm yerlilərimizin bu iki qardaşın vəfat etməsi ilə əlaqədar onların ailə üzvlərinə, əzizlərinə, yaxınlarına, sizlərə, ictimaiyyətə baş sağlığımı bildirirəm. Allah onlara rəhmət eləsin və ümid eləyək ki, bir də belə şeylər baş verməyəcək və bu ümidlə işimizə davam eləyək. Dünən ayın 30-u tarixdə, iyun ayının 30-unda bunlar bu rəhmətliklərin meyitləri təyyarə ilə gətirildi və saat təxminən 10-11 işləmiş radələrində bizim birliyin şöbəsinə daxil oldu. Xüsusi yaradılmış komissiya tərəfindən meyitlər müayinə olundu. İstintaq İdarəsinin müstəntiqləri ilə birlikdə onların qərarı əsasında kriminalistlərin iştirakı ilə meyitlər bir-bir müayinə olundu və gecə yarısı meyitlərin müayinəsi başa çatdı. Və onları apardılar anadan olduqları rayona, Ağcabədi rayonuna, səhər tezcənə yaxın apardılar. İndi yəqin ki, bəlkə də dəfn eləyiblər. Biz meyitləri müayinə eləməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə təqdim elədilər, göndərdilər. Bu tibbi şəhadətnamələr Sverdlovsk Vilayət Məhkəmə Tibbi Ekspertiza Bürosunun məhkəmə tibbi ekspertləri tərəfindən verilib onlara. Meyit orada müayinə olunub, hər ikisi. Və meyidin müayinə nəticələrinə əsasən onlar ölüm haqqında tibbi şəhadətnamə də yazıblar. Ayrı-ayrı məhkəmə tibbi ekspertləri tərəfindən meyitlər müayinə olunub. Onlardan biri böyük qardaş Səfərov Hüseyin Mehdioğlu, 1966-cı il təvəllüdlü. Biz orada ölüm haqqında tibbi şəhadətnamədə yazılanlara baxanda aydın oldu ki, bunun travmaları var. Və ölmə də səbəb kimi travmanı göstəriblər. Amma ikincidə isə Səfərov Zirəddin Mehdioğlu'nda yazılıb ki, indi ona çatanda mən ətraflı oxuyaram sizə, ne yazılıb? Bu ürəyindən ölüb, ürək tutmasından ölüb. Bunu saxlayarkən özün pisiliyib, yıxılıb ölüb. Kəskin ürək çatışmazlığından ölüb. Biz meyitləri bir-bir müayinə elədik. Səfərov Hüseyin Mehdioğlu'nun meyidini müayinə edib məhkəmə tibb eksperti Qraçova Kseniya Valeryevna. Və onun haqqında autopsiyanın nəticələri ilə əlaqədar ayın 30-unda dünən ölüm haqqında tibbi şəhadətnamə verilib və göndərilib Bakıya. İcazə versəniz, mən rusca necə yazıb, sonra Azərbaycancasında deyərəm. Перелом множественный ребер, qrammatikası da düz gəlmir, Rus qrammatikasına. Травма, вызванная тупым предметом с неопределенными намерениями в неуточненном месте. Yəni, belə başa düşülür ki, travmadan ölüb və bu travma küt alət tərəfindən yetirilib, naməlum məqsədlərlə yetirilib, bilinmir bu harda yetirilib, kim tərəfindən yetirilib və harda yetirilib. Güya bunların heç birinin heç nədən xəbəri yoxdur. İndi istəsələr
mən o ölüm haqqında tibbi şəhadətnamənin kopyasını da, surətini də verərəm mətbuata. Bax, beləcə onun ölüm haqqında tibbi şəhadətnaməsi belə yazılıb. Kim tərəfindən, harda bilinmir. Biz meyidi xarici müayinə edərkən çoxlu sayda travmalar aşkar elədik. Həm xarici müayinə zamanı, həm də daxili müayinə zamanı. Mən sizə sadalayım, hansı bunların travmaları var, hansı xəsarətləri var. Birinci, başlayaq xarici müayinə zamanı başdan, üzdən. Burun sümüklərinin yerini dəyişən sınığın. Yəni, hərəkətli idi və kriptasiyalı idi. Sınığın ucları bir-birinə dəyəndə belə bir kriptasiyalı səs gəlir. Döş qəfəsi deformasiyaya uğrayıb, asimmetrikdir. Elə bil bir tərəfi axır, o bir tərəfi yaprıqlanmışdır. Sol göz ətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14 vurulsun 12 santimetr sahədə hematoma. Qançır da yox, hematoma. Elə bil sol almacıq sümüyündən başlayır, düz alnın yuxarı üçdə birinə qədər. Gizgahdan başlayır, ortaya qədər. Böyük bir sahənin hematoması. Üst və alt dodaqların selikli qişasında qançırlar, bunlar çöldən küt alətlə zərbə vurularkən, dodaqların selikli qişası dişə dəyir, dişlərə və orada xəsarətlər meydana çıxır. Alının sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, hematomadan başqa orada həm də sıyrıqlar var idi. Alının sol qabar nahiyəsində geniş qançır, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində 2 ədəd qançır,